Demek 18. sualdayıq. Bunu Cipt'ten soruştum. Cipt'in de verdiği cevap budur. Cipt'in verdiği cevabı izləyim. Cipt'in cevabını göstərirəm. PDF-ə də qoyarım, problem deyil. Deyir ki, in the HS nələ ala bilir? With 3 users and on bir resource 9 operational reserved while for the given value x. Deyir ki, x'in hansı qiymətlərində bu sistem düzgün olar, yəni doğru çalışır. Məntiqli olar. Yəni birdən 6-ya kimi x qiymətlər ala bilir. ChatGPT deyir ki, toplam 11 qaynaq var. 11 resource var. 9'u operational'da, ikisi reserved'dir. Reserved'lər istifadə edilə bilməz, kullanılamaz. Kullanılabilir maksimum qaynaq 9'dur. First, birinci user yəni maksimum 9 qaynağa icazə verib, 6'sını istifadə edib, ikinci user 10 qaynağa icazə verib, ikisini istifadə edib, üçüncü user 3 qaynağa icazə verib, ikisini istifadə edib. Deyir ki, toplam allocate edilən qaynaq maksimum qaynaq. Yəni toplam 9 qaynaq istifadə edilə biləndə də toplam 8 qaynaq istifadə edilib deyə x-ə maksimum bir dənə qaynaq düşə bilir. Yəni x 0 və 1 qiymətlərində düzgün olur. Yəni x həm 3-dən kiçik bərabər olmalıdır. Kiçik bərabər. Həm də 6 plus. Bu bir şərtdir. Başqa nə götürək? Digər şərt də odur ki, 6 plus 2 plus x də 9'dan kiçik bərabər olmalıdır. Yəni bu 3'ü açmamalıdır. Həm də bu ifadə, yəni object allocated qaynaq sayı 9'u açmamalıdır. Buradan da çıxır ki, 8, yəni x kiçikdir, bərabərdir 1. X həm 3'dən, həm 1'dən kiçik bərabərdə olmalıdır deyə buradan da yazıb. X 1'dən kiçik bərabər olduğu şərtlərdə ödür. Sonra sistem keçərli x 0 və ya 1. X 2 olarsa toplam allocation 9 olur. 9'dan böyük olur. Sistem keçərsiz. Bu sistemdə yalnızca x kiçikdir 1 üçün keçərlidir. İstərsən bir deadlock save state kontrol ilə davam edelim. Bunları boş ver. Bunun bizə təmayüllü yoxdur. Yəni həm bunun şərtini yoxlayırıq ki, bu 3'dən böyüdürmü? Həm də yoxlayırıq ki, total allocated resource 9'dan böyüdürmü? Total allocated resource 9'dan böyük olmamalıdır. Bir də bunun istədiyi maksimum demand, yəni maksimum istəyə biləcəyi buna veriləndən şey, daha doğrusu bu bundan böyük olmamalıdır. Allocated maksimum demanddan böyük olmamalıdır.